Bu dəfə həyat yoldaşımdan kargo açılımı edirik. Bu silikon servis dəstəsini cəmi 23 manat almışdım, amma qiymətinə görə çox keyfiyyətlidir və hər bir şey içində var. Sonra keçirik yoldaşım üçün aldığım tişört hədiyyəmə. Burada bildirirəm ki, yəni mənim sən hədiyyəmdir bu. Burada geyinib özünün də bəyəndiyini nümayiş elətdirir. Bəli, məncə də çox yaraşdı. Sonra keçirik karqolar içində ən çox güldüyümüz bağlamaya. Biraz üzümə böyük olsa da bəyəndim, istifadə eləyəcəm. Qiyməti isə hardasa 12 manat civarı olmalı idi, səhv eləmirəmsə. Gəldik özüm üçün aldığım çantaya. Hardasa 22 manat qiyməti var idi. Keyfiyyətli, içi geniş, üstəlik üzərində balaca minnoş bir cüzdan da var idi. Bunun ayrıntını da çox bəyəndim. Yusif qara rəngi çox sevdiyi üçün mən ona nə alıramsa, rəngli alıram. Mən çox yaraşdırıram. Düzdür, burada da deyir ki, məktəbli formasına oxşuyur, amma geyinir, yəni geyinəcək, bəyənəcək, buna əminəm. Sonda isə belə bir oversize köynək almışdım. Qiyməti 27 manat idi. Əsl yazlıq, sərin materialı var. Rənginə bayıldım, bunu çox tövsiyə edirəm. Əgər maraqlı olsa, linklərini storyaya yerləşdirəcəm.